Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında 17 aprel Ümumdünya Hemofiliya gününə həsr edilmiş Arzulara Qanad Verək adlı qan vermə aksiyası keçirilir. Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talasimiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır. Aksiya bugün saat 9:00-da başlayıb və 19:00-ədək davam edəcək. 17 aprel Ümumdünya Hemofiliya günü ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.